Happy to be here. First of all, I think all of us, players, coaching staff, again are excited about this game, second leg here in Wales or England against Wales club. Yeah, first leg in Azerbaijan went our way, but now we need to stay focused, need to be aware of the pitch, of the surroundings, of the opponent. Always opponents in Champions League at home play like 20-30% better. So by no means we can be relaxed and think that the job is done, because it is far from over. And I really hope, like that my team, my players understand that, and we will come on the pitch tomorrow and we'll prove that we are a better team. We have no injuries. We had a good trip. We came in a good mood. We came 1 day earlier than we usually come, just to avoid any kind of I don't know, unpredictable situation. So I really believe that we are fresh, we are ready, and apart from Steve Solvet, who got the red card in the last game, we are ready to show our quality tomorrow. İlk öncə onu qeyd edə bilərəm ki, biz burada olmaqdan çox məmnunuq, çox xoşbəxtik. İstər oyuncular olsun, istər məşqçi heyəti olsun, çox həyəcanla bu oyunu gözləyirik. Düzdür, ikinci oyunun cavab qarşılaşması Walesdə keçiriləcək, daha doğrusu İngiltərədə keçiriləcək. Birinci qarşılaşmadan fərqli olaraq biz yenə də daha köklənmiş şəkildə olmalıyıq. Biz bilirik ki, əlbəttə biz fərqindəyik meydançanın, burada olacaq mühitin, hər şeyin fərqindəyik və biz bilirik ki, Çempionlar Liqasında çıxış edən komandalar öz evində çıxış edərkən 20-25% daha yaxşı çıxış edirlər. Ona görə də biz bugün sabahki oyunda rahat ola bilmərik. Fikirləşməməliyik ki, bizim işimiz artıq bitib, biz işi həll eləmişik. Xeyr, ona görə də biz əlimizdən gələni eləməliyik ki, qalib ayrılaq və sübut eləməliyik ki, biz daha yaxşı komandayıq. Bura gələrkən heç bir zədəmiz yoxdur. Çox yaxşı bir səyahət edərək bura gəlmişik. Alışdığımızdan bir gün öncə bura gəlmişik və bura gəlməmizdə deyə bilərəm ki, hər kəs gümrahdır, fərahdır. Sadəcə Steve Solvet düşərgəmizdə, cərgəmizdə deyildir və biz sabah bu meydançada əlimizdən gələni edib öz keyfiyyətimizi göstərməliyik. I don't need to players play on the pitch. So, but look, it's not some kind of alien thing. In Azerbaijan, we also have a couple of teams that play on AstroTurf, and we usually, when we go there, we adjust. So I think that is not going to be any kind of difference. We will adjust. We are professionals. It doesn't matter. It's raining, it's snowing, it's water, it's dry, it's artificial, it's natural. We need to play, and I think we need to put out from our heads, this kind of excuse, and to be focused on what we have to do on the pitch. Süni meydançanın sabahki oyuna təsirini soruşulur. Əlbəttə ki, biz bu meydançaya alışmalıyıq. Çünki biz bu meydançalarda Azərbaycan çempionatında da çıxış edirik. Sabah nə olursa olsun, bu bizim üçün bəhanə olmamalıdır. İstər qar yağsın, istər süni və istər təbii meydança olsun. Biz heç vaxt bəhanələrə sığınmamalıyıq və sabah əlimizdən gələni etməliyik meydançada. Thank you.